Evdə hazırlanmış konserv məhsulları istehlakçılar tərəfindən çox vaxt daha təbii və təhlükəsiz hesab edilsə də, sanitar-gigiyenik tələblərə tam riayət olunmadığı halda belə məhsullar insan sağlamlığı üçün ciddi risklər yarada bilər. Bu risklər arasında ən təhlükəlisi botulizmdir. Ev şəraitində sterilizasiya prosesinin düzgün aparılmaması, Clostridium botulinum bakteriyasının məhsulda qalmasına və konservləşmə zamanı oksigensiz mühitdə ifraz olunan toksinin qəbul edilməsi nəticəsində botulizm xəstəliyinin yaranmasına səbəb ola bilər. Bundan əlavə, konservlərin hermetikliyinin pozulması, uyğun olmayan qablaşdırma materiallarından istifadə edilməsi, turşuluğun düzgün tənzimlənməməsi və məhsulun tələb olunan temperatur rejimində saxlanılmaması digər mikroorqanizmlərin də sürətli çoxalmasına şərait yaradır və nəticə olaraq qidanın həm keyfiyyətinə, həm də təhlükəsizlik göstəricilərinə mənfi təsir göstərir. Belə məhsullardan istifadə etməzdən əvvəl istehlakçılar qablaşdırmanın bütövlüyünü diqqətlə qiymətləndirməlidirlər. Qapağın şişməsi, sızma, bulanıqlıq, kənar qoxu və ya dad dəyişikliyi kimi əlamətlər məhsulun istehlaka yararsız və potensial təhlükəli olduğunu göstərir. Bu cür məhsulların istifadəsi qətiyyən yol verilməzdir. Botulizm riskinin azaldılması məqsədi ilə ev şəraitində hazırlanmış konserv məhsulların kütləvi tədbirdə istifadəsi tövsiyə edilir.